Salam, hörmətli izləyicilər. Qaraciyəriniz tez-tez yorulur, həzminiz ağırlaşır, şişkinlik və qəbizlikdən əziyyət çəkirsiniz. Sidik yollarında problemlər yaşayır, bədəninizdə su yığılır və ya sadəcə daimi yorğunluq hiss edirsiniz. Bağçalarımızda, yol kənarlarında sadəcə alah otu kimi gördüyümüz sarı çiçəkli zəncirotu, yəni latın dilindən Taraxacum officinale, əslində təbiətin bizə verdiyi ən güclü təbii dəstəklərdən biridir. Min illərdir xalq təbabətində qaraciyəri təmizləmək, sidiyi artırmaq, həzmi yaxşılaşdırmaq və bədəni detoks etmək üçün istifadə olunan bu bitki müasir elm tərəfindən də araşdırılır və onun potensial faydaları bir-bir üzə çıxır. Bu videoda zəncirotunun hansı orqanlara, hansı xəstəlik və rahatsızlıqlara kömək etdiyini, aktiv maddələrini və elmi araşdırmaları ətraflı nəzərdən keçirəcəyik. Əgər qaraciyər, böyrək, həzm problemləri sizi narahat edirsə, bu video məhz sizin üçündür. Gəlin birlikdə kəşf edək. Zəncirotu qədim dövrlərdən bəri müxtəlif mədəniyyətlərdə dəyərləndirilib. Qədim Çin, Avropa və Şimali Amerika xalqları onu sidik qovucu, qaraciyər qoruyucu və həzm köməkçisi kimi istifadə ediblər. Ənənəvi tibbdə bitkinin kökü qaraciyər və öd kisəsi problemləri üçün, yarpaqları isə sidik yollarının təmizlənməsi və şişkinliklər üçün tövsiyə olunub. Orta əsrlərdə hətta skorbuta qarşı da istifadə edilib, çünki vitaminlərlə zəngindir. Zəncirotunun bütün hissələri, yarpaq, kök və çiçək dəyərlidir. Bitki xüsusilə vitamin A, C, K, B qrupu vitaminləri, dəmir, kalsium, kalium və maqneziumla zəngindir. Əsas aktiv maddələri arasında polifenollar, seskviterpen laktonlar, inulin və çikorik turşusu var. Bu maddələr bitkiyə güclü antioksidant və antiinflamator xüsusiyyət verir. Kökündəki inulin isə həzm sisteminə faydalı prebiotik təsir göstərir. Qaraciyərə faydası. Əgər qaraciyərin detoksu haqqında danışırıqsa, zəncirotu siyahının başında gəlir. Bitkinin köklərindəki acı maddələr öd ifrazını artırır və qaraciyəri toksinlərdən təmizlənməsinə kömək edir. ABŞ-dakı Mount Sinai Hospital'ın apardığı araşdırmalar göstərir ki, zəncirotu kökü qaraciyər funksiyalarını optimallaşdırır və yağlanmanın qarşısını almağa kömək edə bilər. Zəncirotu qaraciyərin ən güclü təbii dəstəkçilərindən biridir. Heyvan araşdırmalarında spirtli və dərman zədələrinə, məsələn, parasetamol və karbon tetraklaridə qarşı qoruyucu təsir göstərdiyi müəyyən edilib. Bitki oksidativ stresi azaldır, qaraciyər fermentlərini, AST, ALT-ni normallaşdırır və iltihabı sakitləşdirir. 2021-ci ildə dərc olunmuş bir araşdırmada zəncirotu kök ekstraktının akut xronik qaraciyər çatışmazlığında qaraciyər və böyrək toxumalarını qoruduğu aşkarlanıb. Zəncirotu güclü, lakin təhlükəsiz sidik qovucu təsirə malikdir. Kalium itirmədən sidik ifrazını artırır və sidik yollarını təmizləməyə kömək edir. Təbii bir sidik qovucu axtarırsınızsa, zəncirotu yarpaqları ideal seçimdir. Fransızların bu bitkiyə pissenli, yatağı islətmək deməsi təsadüf deyil. O bədəndəki artıq maiyeni atarkən, digər sidik qovuculardan fərqli olaraq bədəndən kaliumu yuyub aparmır, əksinə, onu bədənə qazandırır. 2009-cu ildə insanlarda aparılmış pilot araşdırmada zəncirotu yarpaq ekstraktının sidik həcmini və tezliyini əhəmiyyətli dərəcədə artırdığı təsdiqlənib. Həzm sisteminə faydası. Zəncirotu iştahı açır, mədə şirələrinin ifrazını stimullaşdırır və yüngül laksativ təsir göstərir. Köp, həzmsizlik və qəbizlik kimi problemlərdə ənənəvi olaraq istifadə olunur. Tərkibindəki inulin lifi isə bağırsaq mikroflorası üçün prebiotik rolunu oynayır. Ürək-damar sistemi və metabolizmə faydası. Bəzi araşdırmalarda zəncirotunun qan lipidlərini, xolesterin və triqliseridləri aşağı salmağa, qan şəkərini tənzimləməyə və iltihabı azaltmağa kömək etdiyi müşahidə olunub. Antioksidant xüsusiyyəti sayəsində ürək-damar sistemini dəstəkləyir. Güclü antioksidant təsiri ilə immuniteti dəstəkləyir, antibakteriyal xüsusiyyətlərə malikdir və ümumi iltihab proseslərini sakitləşdirir. Şəkərli diabet və iltihab.
Zəncirotunun tərkibindəki xicorik və xlorgenik turşuları qanda şəkərin səviyyəsini tənzimləməyə kömək edir. Bu maddələr insulinin həssaslığını artıraraq qlükozanın hüceyrələr tərəfindən daha yaxşı mənimsənməsini təmin edir. Eyni zamanda bitki bədəndəki xroniki iltihabı, yəni inflammation'ı səviyyəsini aşağı düşürmək qabiliyyətinə malikdir. Avropa Dərman Agentliyi zəncirotu yarpaqlarını sidik ifrazını artırmaq üçün, kök və yarpaq qarışığını isə yüngül həzm pozğunluqları və iştah itkisi üçün ənənəvi istifadə kimi qəbul edir. German Commission də bitkinin sidik qovucu və həzm köməkçisi kimi istifadəsini təsdiq edib. Preklinik araşdırmalarda NCBI-PMC-də zəncirotunun qaraciyər qoruyucu, antioksidant və antiinflamator mexanizmləri, yəni NRF2 yolu vasitəsilə dəfələrlə göstərilib. İnsan araşdırmaları isə daha çox sidik qovucu təsirə yönəlib və müsbət nəticələr verib. Milli Səhiyyə Agentliyi NIH məlumatlarına görə zəncirotu yüksək antioksidant potensialına malikdir. Xüsusilə tərkibindəki beta-karotin hüceyrələri oksidləşdirici stressdən qoruyur. Həmçinin 2016-cı ildə aparılmış bir araşdırma zəncirotu ekstraktının xərçəng hüceyrələrinin inkişafını yavaşlatmaq potensialını araşdırıb və laboratoriya şəraitində ümidverici nəticələr əldə edilib. Qeyd etmək vacibdir ki, bir çox faydalar ənənəvi və heyvan araşdırmalarına əsaslanır. Böyük ölçəkli klinik tədqiqatlar davam edir. Necə istifadə etmək olar? Zəncirotunun bütün hissələrindən yarpaq, kök və çiçəkdən istifadə etmək olar. Çay hazırlamaq üçün 1-2 çay qaşığı qurudulmuş yarpaq və ya kökü 10 dəqiqə qaynar suda dəmləyin. Çiçəkləri də əlavə edə bilərsiniz. Təzə və ya qurudulmuş 5-6 ədəd çiçək başını yarpaq və ya köklə birlikdə dəmləsəniz, çaya xoş ətir və əlavə antioksidant təsir verəcək. Bəziləri yalnız çiçəklərdən də çay hazırlayır. Bu halda bir xörək qaşığı çiçəyi 150-200 milli qaynar suda 10-15 dəqiqə saxlayın. Təzə yarpaqları salatlara əlavə etmək çox faydalıdır. Çiçəkləri isə salatlara, şirələrə və hətta şirin desertlərə qatmaq olar. Ekstrakt və ya toz formalarında da mövcuddur. Ənənəvi istifadədə gündə 4-10 qram qurudulmuş bitki tövsiyə olunur. Amma dəqiq doza və müddət üçün mütləq həkim və ya fitoterapevtlə məsləhətləşin. Sonda unutmamaq lazımdır. Zəncirotu ümumiyyətlə təhlükəsizdir. Amma hər bitki dərman olduğu qədər yanlış istifadə edildikdə təhlükəli də ola bilər. Hamiləlik, laktasiya dövründə, öddaşı və ya ağır böyrək çatışmazlığı yaşayanlar və bəzi antibiotiklərdən istifadə edənlər istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidir. Zəncirotu sadə görünüşünə baxmayaraq, təbiətin əsl hediyyəsidir. Qaraciyəri dəstəkləyir, sidik sistemini təmizləyir, həzmi yaxşılaşdırır və antioksidantlarla zəngindir. Sağlamlığınızı təbiətin gücü ilə dəstəkləyin, amma hər hansı bitkidən istifadə etməzdən əvvəl mütləq həkiminizlə danışın. Videonu bəyənməyi, abunə olmağı və fikirlərinizi şərhlərdə yazmağı unutmayın. Sağlam və xoş günlər arzulayıram.